Sosial mediada yayılan hansı yanlış məsləhətlər xəstələr üçün təhlükəlidir? Son dövrlərdə ChatGPT-dən insanların istifadə etməsidir. Çünki ChatGPT-yə müəyyən suallar verərək həmin cavablarla özlərini ya müalicə eləyirlər və yaxud da ki, rahatlayırlar, müəyyən qədər həmin əlamətlərə qeyri-ciddi yanaşa bilirlər. Digər məsələ isə sosial mediada yayılan yanlış fikirlərdir. Bitkilərlə xərçəngin müalicə olunması, sodadır, müəyyən bitki yağlarından, bitki qarışımları ilə xərçəngin müalicəsi kimi bu tamamilə yanlış bir fikirdir. Biopsiyanın xərçəngi yaymasına səbəb olmağıdır. Bu da çox yanlış bir fikirdir. Biopsiya xərçəngin yayılmasına əsla səbəb olmur. Əksinə biopsiya vasitəsilə biz diaqnoz qoyuruq, xərçəngin xüsusiyyətlərini, alt tiplərini müəyyənləşdiririk və bunlara uyğun da müalicə aparılaraq xəstənin sağlamlığına çatdıra bilirik biz. Digər problem isə ağrı yoxdursa heç bir problem yoxdur. Bu da yanlış bir fikirdir. Çünki xərçəng xəstəliyi, xüsusən də süd vəzi xərçəngi haqqında danışmaq istəyirəm. Uzun illər heç bir ağrı olmadan davam edə bilir. Bu onun daha xoşgedişli formalarında olur və yaxud da digər formalarda sürətlə böyüyür, artır, çoxalır. Bu da daha aqressiv formalar olur ki, bunlar da ağrısız olur. Ağrı nə zaman olur? O zaman ki, artıq şiş çox böyük ölçülərə çatır, müəyyən sinir uclarına təsir göstərir, qıcıqlandırır, dəriyə artıq sirayət eləyir və bu zaman ağrı hissi həmin insanda yarana bilir. Ona görə də əgər ağrı yoxdursa, problem yoxdur, bu sözə, mifə inanmayın. Sadəcə olaraq süd vəzinizdə hər hansı bir dəyişkənlik görürsünüzsə, mütləq həkimə müraciət edin və həkim tərəfindən, onkoloq, mammoloq tərəfindən sizdə problemin olub-olmamağı dəqiqləşdirilir və daha dəqiq, düzgün məlumat sizə veriləcəkdir.